Salam dəyərli tələbələrim. Bu günlər sizlərlə qabiliyyət imtahanına hazırlıq videolarından təsviri sənət müəllimliyini ixtisasını verən tələbələr üçün fəzə fiqurlarını işləyəcəm. Fəzə fiqurlarında qısa videolar da olacaq, həm də short video videolarla yanaşı olacaq. Yəni bəzi uşaqların səbri çatmır. Ay müəllim, mən uzun videolara baxa bilmirəm falan. Amma nə qədər baxsanız və mənimlə bir yerdə işləsəniz siz üçün çox faydalı olacaq. Bunu da qeyd edeyim ki, bu günləri magistr üzrə ikinci şans imtahanı keçirildi. Yəni magistraturaya qəbul olmaq üçün bəzi tələbələr mənə sual da verdi ki, müəllimə, mən təsvir sənəti fənninin tədrisi, metodikası və metodologiya ixtisasına qəbul olmaq istəyirəm. Və bunun üçün qabiliyyət imtahanı tələb olunurmu? Əlbəttə ki, olunmur. Amma sənin ixtisasın dizayn, heykəltaraşlıq, rəngkarlıq bu kimi ixtisaslar olsa, əlbəttə ki, qabiliyyət imtahanı magistr üzrə də tələb edir. Yəni düşünməyin ki, mən dizayn ixtisasını oxumuşam, qabiliyyətlə girmişəm, niyə təzə qabiliyyət tələb olunur? Artıq o imtahan sistemi belədir. Amma təsvir sənət fənnində, yəni müəllimlik ixtisasında bu yoxdur. Yəni bəzi tələbələr sevinirlər ki, hətta qabiliyyət təzə niyə verim falan bunu düşünürlər. Artıq burada metodika üzrə, yəni artıq müəllimlik pedaqogikası üzrə hərəkət edir. İstiqamət biraz fərqlənir. Daha ixtisaslaşmış kadr hazırlayır. Yəni biz rəssam da olmalıyıq, müəllim də olmalıyıq. Artıq biz pedaqoquq. Əlbəttə ki, müəllimlə rəssam arasında böyük bir fərq var. Rəssam daim yaradıcı olan insandır. Müəllim isə öyrədən tərəfdir. Bəzən rəssamlar öyrətməyə meyil olmurlar. Sadəcə siz onu izləyib, onun fırça zərbələri ilə, risunukunu izləyərək öyrənə bilərsiniz. Amma onlar öz biliklərini dilə gətirməyən insanlar olur. Amma müəllimlik ixtisası bu elə deyil. Müəllimlik hər şeyi nöqtəsindən verdiyi kimi sizə izah edir, səbirli bir insan olur. Bunu da qısa formada sizə deyim, artıq çox da uzatmadan əsas məsələyə keçid edək. Bəli uşaqlar, bu günləri indi fəzə fiqurlarını növbə ilə çəkəcək və qaruçkadan istifadə edəcəm. Yəni sizin məqsədiniz nədir? Onu necə qurmaq lazımdır? Tonlamasında da karandaşdan əlbəttə ki istifadə edəcəm. Karandaşdan hansından istifadə edin? Karandaş HP karandaşı olsun. Çünki imtahanda nə qədər tünd işləsəniz, nə qədər işi tündləşdirsəniz, bir o qədər qiymətiniz aşağı olacaq. Çünki imtahanda orada tonlama deyəndə qaralama nəzərdə tutulmur. O rəngləmə prosesi deyil, iştiqləmə formanın axtarış prosesidir. O həmin gipsi, ağ materialı, gips effektini necə verməkdən söhbət gedir. Yəni burada pozandan az istifadə etmək və ya pozandan çox istifadə deyil də, pozandan təkcə səhvlərimizi pozmaqla deyil, onu karandaş kimi istifadə etməyi də bilməliyik. Zaten demirlərmi, rəssamımız çəkdiyi xəttindən bilinir. Həqiqətən elədir. Biz elə tələbələr olur ki, talantlı tələbələr, onun çəkdiyi xəttdən bilirik ki, bu uşaqda həqiqətən bu istedad var, yoxsa yoxdur. Amma bilin ki, istedad var, amma əziyyət, zəhmət yoxdursa, o heç vaxt bir vaxt şeyini görməyəcək də, bəhrəsini görməyəcək. Çalışmasa olmayacaq. Mütləq çalışmalıdır və bunun əlinə gələn ən yaxşısını etməlidir. Çox da uzatmayaq. İndi ən sadəsindən başlayaq elə konusun özündən. Vərəqdə balaca işləyəcəm. Məsələn, biz konusunu ümumiyyətlə işləyəndə nə görürük konusun özündə? 3 bərabər nöqtə. Yəni təpə nöqtəsi 3 bərabər bir-birinə nisbətində uyğun təpə nöqtələri görürük. Elədirmi? Və bu təpə nöqtələrində ilk növbədə nəyə fikir veririk? Eyninin hündürlüyə olan nisbəti bərabər olur demək olur ki. Amma mənim çəkdiyimdə daha çox eynidir. Amma bəzən 1,5 nisbətində olur uşaqlar. Yəni eyni hündürlüyə eynidir, amma bir yarısını da o hündürlüyə üstünə qoyulur. Amma mən burada sadə işlədiyimə görə, baxın, burada tam mərkəz xətti çəkirəm. Mərkəz xəttimi çəkdim. Bilmirəm, burada kamerada əyri görsənə bilər. Oturacağını da çəkdim. Baxın, buradan buraya kimi. Və həmin bu təpə nöqtələrinə birinə, mərkəzinə birləşdirirəm. Birləşdirdim. Qaruçkanı götürməyə səbəbi odur ki, xəttlərimi tez tutasınız. Və oturacaq hissəsini neylədim? Oval apardım. Всё, bu qədər. Zəminin bunu içini çəksəniz biraz da yaxşı olar. Amma zaten bu köməkçi xətt olduğuna görə zaten gedəcək. Yəni akademik formada qısa müddətə müəllimə mən fəzə fiqurlarını necə öyrənə bilərəm? Bax bu formada. Bax, bunu eləyirsiniz. Всё. Bəzən bu uşaqlar bu xəttləri çəkməkdə problem yaşayır. Bir dəfə çək, 2 dəfə, 3 dəfə, 100 dəfə çək, axırı ki biləcəksən. Mənim məsələn ruçkan işləyəndə tam fərqli olur. Bu birincisi, bu getdi öz işi ilə. İndi uşaqlarda bu həmin konusun prizma forması olur uşaqlar. Belə şey oxşuyur, piramidaya oxşayan versiyası.
Yəni sadə dildə desək, burada da eyni şeydir əslində. Yenə. Amma burada tək fərq nədir? Bunun ortasındakı hərəkət xətti çəkmirsən. Bir də bu yanki xəttləri işləmirsən. Eyni şeydir əslində. Baxın. Bu formada elədikdən sonra buradakı ara nisbətlərə fikir verin. Buradan tak belə. Bunların ara nisbətləri də bir-birinə bərabər olmalıdır. Və buradan buradan da bir düz aparıram. Eyni şey. Xəttləri tündləşdirirəm ki, tuta biləsiniz. Və bu hissələr, əgər bunun ştrixlənməsinə necə olar müəllimə desəniz, belə gedəcək ştrixlənməsinə, yanakılar, yanakıya deyəcək, buradan da düz gedəcək. Hələ ki ştrix prosesini izah eləmirəm, sadəcə qurmadan biraz sadələşdirirəm siz üçün. İndi şeyə keçək. Kuba keçək. Kubda düzbucaqlı söhbəti. Kubda necə eləyirlər uşaqlar? Kubda nədir uşaqlar? 4 tərəfin 4-ü də bir-birinə bərabərdir. Sadəcə bu baxış bucaqlarımızda fiquru biraz uzunluğuna görə bilərik, əyriliklər ola bilər. Əyriliklər dediyim, yəni düz xəttlərin sadəcə daralması, enlənməsi söhbətindən gedir. Yəni heç vaxt xətt orada dar və ya kiçik olmur. Biz yaxınlaşanda obyekt olduğu kimi qalır. Sadəcə bizim gözümüzə elə görsənir. Məsələn, kub işləyəndə ilk növbədə kubun ümumiyyətlə sadə formada belə işləyin. Yəni karandaşla ölçməyi bilin. Yəni 4 tərəfin, məsələn bu 4 tərəfin 4-ü də bir-birinə bərabər olsun. Adi bir dənə xətt keçirsiniz. Karandaşdan bunu eləməyə çalışın. Bunu elədikdən sonra kubu biraz yan işləməyə çalışın. Məsələn, ön hissəsi bilirsiniz ki, tərpənmir, elədir. Amma qıraq hissəsinə çatanda isə belə. Bax, bu xətt belədirsə, altdakı xətt də eynidir. Və buradan bir dənə düz xətt çəkirəm. Müəllimə, uşaqlar deyirlər ki, müəllimə, mən bunu üstdəki bu xətti alındıra bilmirəm. Səbəbi nədir? Siz kubun içini işləmirsiniz. İndi rəssamın gözü şu olmalıdır. Və biz bunu necə eləyə bilərik? Məsələn, burada dığır-dığır xəttlərdən göstərim. Əgər bu dursa oturacağım, buradakı bu xətt birləşməlidir axı. Baxın, indi tündləşdirib göstərirəm sizə. Baxın. Bunu elədikdən sonra buradakı qalxan hündürlük avtomatik bunu tapmağıma şərait yaradır. Önünüz, arxayız, baxın bu formada. Əgər kubumu yenə biraz da qəlizləşdirsəm, elə bil 3 dənə bərabər, biri buradan, bu birindən biraz hündürlükdə yerləşən. Uşaqlar, burada məsələn qaydaya riayət etməməyin səbəbi nədir? Sadə dildə qısa müddətli sizə qabiliyyət imtahanı hazırlaşmaq üçün bu videonu çəkirəm. Yəni asan, bəsit formada çəkməyə çalışıram ki, siz tez öyrənin. Baxın uşaqlar, nə etdim? Bu xətt çəkdim, bu xətti biraz hündürlüyünə çəkdim. Və bilirəm ki, bu həmin daxilinə zaten çəkmərəm. Buradakı qalxan hündürlük də buraya bərabər olur. Elədir. Yəni bu qədər bəsit sadələşdirirəm. Aydın formada ümid edirəm. Baxın, sadələşdirdik. Daim rəsm işləyəndə bir işə sadə formada baxmağa çalışın. Ay bu xətti bunu çəkməliyəm, onu çəkməliyəm. Hər bir xəttin bir mənası var. O xətt sizi ağlada da bilər, sevindirə də bilər. Yəni rəssamlıqda hər bir xəttin mənası var və bu boşu-boşuna işlənilmir. Bu köməkçi xəttlər boşu-boşuna qoyulmur. İndi bir dənə də sizinlə məsələn çox bucaqlılardan gedək. İndi düzbucaqlı necə olur? Düzbucağın iki üzü, digər nə? Digər üzü də digərinə bərabər olur. Elədir uşaqlar. Məsələn, düzbucağın yenə adi məsələn düzbucaqlı çəkin sadəcə. Eyni adi sadə formada işləmək. Karandaş vasitəsilə. Mən sadəcə göstərirəm ki, hə belə işlə uşaq. Ümumiyyətlə həqiqətən sıfırdırsa sizdə xətt çəkməyi öyrənməyə başlayın. Aydındır. Bu isə bu hissəyə, bu isə bu hissəyə bərabər olur düzbucaqlıda. İndi düzbucağını mən əgər yana qoysam, kub kimi olacaq üst hissəsi. Elədim. Amma yana qoyduqda isə bu en hissəsi artacaq. Bu hissə nə qədər əyilirsə, bu hissə bu qədər əyilir. İşte buradan qaldırırım. Yenə eyni nisbət. Əgər mən buradakı təpə nöqtəni tapa bilmirəmsə, deməli içdən çəkməliyəm. Bu formada belə gedəcək. Baxın. Çalışın bu yüz o biri yüzdən bərabər olsun. Bu qədər.
Çalışacağım, short videosu kimi də atacağım sizə. Orada daha aydın olur. Belə uzun video olduğuna görə sürətləndirib baxa da bilərsiniz. Amma baxın, bu üzlə bərabər olur. Bu yandakı üz də bu arxadakı üzlə. Şu. Əgər kubumuz da, yəni düzbucalı da necə qala bilər? Yəni maksimum o formada işləyə bilərik. Və keçək altı bucaqlıya. Alt bucağını işləməzdən əvvəl, dur bir də uşaqlar, mən sizə alt bucağını işləməzdən əvvəl. Yəni mənim verdiyim ardıcıllıqla hazır figurlarını işləsəniz daha sizə asan olacaq. Gördüyünüz kimi mən necə başladım? Konusdan başladım, prizmadan, kubdan, kubun sadə versiyasından, düz bucaqlıdan və indi başlayırıq altı bucaqlıdan. Yəni görürsünüz ki, artıra gedirəm. Sonra isə ən axırda da kürəni işləyəcəm. Amma kürəni istəyirəm ki, biraz daha aydın formada başa salım sizə karandaş vasitəsilə. Və biz alt bucaqlı bilirik ki, alt bucaqlı kimə yaxındır? Kuba yaxındır, elədir. Biz ümumiyyətlə kub kimi işləyirik belə. Bütün tərəfləri bir-birinə bərabər elədik. Aydındır. Kubun tam ortasına yaxın bu formada, bu üç bərabər formada bölürük. Və bunun tam ortasından bir xət aparıram. Ortasına. Və həmin bu bucaqlar ki var, bir-birinə birləşdirirəm. Birləşdirdim. Все. Altı bucaqlım hazırdır. Və müəllimə deyirsiniz, yəni bu üz hissəsidir. Yandan işləyəndə necə olacaq? Yəni böyürdən baxanda yenə kubun bir üzünü işləyirəm. Neynədik? Bərabər hissəyə böldüm. Ruçka ilə işləyə bilmirəm, xoşum gəlmir. Sadəcə video olduğuna görə sizə görsənsin deyə ruçka ilə işləyirəm uşaqlar. Və tam ortasına neynədik? Xət apardım. Sonra böldük. Bu həmin bunu birləşdirdim. Və bu böyürdən qaldığına görə bu xət baxın yuxarıya meyil eləyir. Altdakı da bundan eyni gedir. Üstdəki də bundan eyni gedir. Bu paralel xətlərdir uşaqlar. Paralel xətlər kəsişmir, amma aralarındakı məsafə həmişə eynidir. İndi ki buradakı bu xət var. Budur. Altdakı da belə gedəcək. Uşaqlar çox üstünü biraz. Bax bu da paraleldir əslində. Buradakini də belə eləyirsiniz. Buradakı xət necədirsə, buradakı da belə olacaq. Bu işlənməsində də alta doğru belə eləyəcəksiniz. Sonra üstə doğru eləyəcəksiniz. Dur, eləyə bilmədim burada. Belə eləyəcəksiniz. Müstəvinin zaten düz aparacaqsınız. Bunun üst hissəsi də belə gedəcək. Yəni bu formada, sadə formada altı bucaqlımızda işlətdik. Çalışın ki, belə vərəq götürün, 5-6 dəfə onun sxemini yaratmaya çalışın, daim eləyin və sadə formada başa düşəcəksiniz. Ümumiyyətlə, indi istəyirəm kürəni də göstərim sizə. Kürəni göstərim. Sonra kürəni həqiqətən ümumiyyətlə qurmasından, şişdirlənməsinə qədər hamısını göstərəcəm sizə növbə ilə. Balaca işləyəcəm ki, kamerada görsənsin. Həm də tez bitsin, siz də vaxtınızı ayırıb özünüz də eləyə bilərsiniz. Ayda video bu qədərdir, mən bunu nə qədər izləyərəm deməyin qətiyyən uşaqlar. Çalışmaq. Həqiqətən hər şeyin dərdi, çarəsi çalışmaq və bunun üçün də əlinizdən gələn ən yaxşısını etməkdir. Deməli, kürə nədən başlayır yenə? Baxın, yenə sadə elementlər. Kürə ilə biz kub vasitəsi ilə nə işlədik birinci? Kubun özünü, alt bucaqlını və indi kürəni işləyirik. Baxın, kub nə qədər bizə kömək eləyir. Zaten biz ümumiyyətlə naturmort işləyəndə fəzə fiqurlarından istifadə edirik uşaqlar. Sadələşdirmək. Yəni, olan şeyi olduğu kimi köçürmək yaxşı bir şey deyil. Həm özünüzü vaxt itkisidir, həm də akademik deyil. Baxın, bu formada yenə kubdan istifadə edirəm. Mərkəzdən xət, ortadan bucaqları birləşdirirəm. İndi bu əsas 4 təpə nöqtəsi ki var. Və buradakı ara məsafələr, buradakı məsafəni ölçürsünüz, qoyursunuz bura. Bəzən uşaqlar bunda çətinlik yaşayır, üst-üstə qoyanda mən karikatür bir şey var. Ya da belə aparım, baxın, əlimə necə aparım, belə aparım.
Üstten belə yaparam. Bunu da buradan birleştirmeye çalışın. Alttan da bunu birleştirmeye çalışın ve все. Ən axırda bu köməkçi xəttləri silərsiniz. Hələ ki mən məsələn hə fiquru alındır, uşaq başlayır bu yanlarını silməyə. Valla sən hələ əyri bir şey çıxıb sən ortaya bir bunu düzəlt. Sonra da yəni başla pozmağa. Все, hazır. İndi məndə pozon deyildi ya, belə də saxlayacağım sizin üçün. Все. Qaraltdım ki ön planda olsun. Все. İndi nə edirik bunu? Həqiqətən karandaş prosesine siz üçün işləyir. Şimdi bunu qoyaq. Karandaş dediğim kimi uşaqlar HB'den istifadə edə bilərsiniz. Və ümumiyyətlə ne demişdik? Yenə fəzə fiqurlardan kubdan istifadə edirik kürəni işləyəndə. Baxın, dörd tərəfi bir-birinə bərabər şəkildə. Elədim. Ölçək. Əgər bərabər deyildirsə, tak koydum hündürlüğüne. Bak bir damcı nəsə istəyir yuxarıya qalxmaq. Şu. Bu dört bucaqlı olmamalı şu an. Pozonlarında da şeyincisi. Şu. Bu da elədik. İndi mərkəzdən bir dənə xət aparsan. Buradan da belə bir dənə aparsan. Şu. Mən çox vaxt işləyəndə bu həmin digər köməkçi xətlərdən istifadə etmirəm. Ama sizin təzə öyrənirsinizsə eləməlisiniz. Hətta daha da çox xətt apara bilərsiniz. Amma dediyim kimi uşaqlar, biz asan versiyasını daha tez öyrənə biləcəyik deyə 6 dənə kifayət eləyir xətt. Bax, sadə formada sizə göstərmişəm. Bunları da birləşdirirsəm, şu hazır. Əyrilikləri fikir verin, tünləşdirməyə çalışın. Hardan məsələn işıq gələcək. Baxın, heç tələsmirəm. Tələsmirəm sizə göstərmək üçün. Sonra yavaş-yavaş nə edirəm? Köməkçi xəttləri silirəm. Köməkçi xəttləri silə-silə də baxın. Bunu da biraz həfifdən silirəm. Ümumi biraz silirəm. Çünki mən bilə-bilə sıxdım ki, siləndə hamısı getməsin. Bax, sadəcə şu. Bu formada əyirəm, yavaş-yavaş konkretləşdirirəm. Tələsmirəm ki. Tələsməyə ehtiyac yoxdur. Məqsəd öyrənməkdirsə və bunu həqiqətən istəyirsinizsə öyrənmək, səbirli formada işləmək lazımdır uşaqlar. Şu, bunu elədik. Sonra bu prosesdən sonra və bunu elədik. Pozan sağ olsun tələbəm yamyaşıl eləyib. Burada yaşıl getdi. Və burada biz, baxın, kameraya görə fırladıram. Baxın uşaqlar, belə neytral vurursunuz. Baxın, bu formada göstərdə bilmirəm Dəryam. Və bunu qaldıram belə. Şu neytral vururam belə. Baxın, neytral necə vururam? Belə-belə. Qıraqlarına keçməyindən qorxmayın. Ümumi neytral dəyməlidir. Göz əl formu figurunu necə aparıram? Bax, bu formada getməlidir. Axıra qədər belə aparmalıyıq. Şimdi kameranı fırlatıp düz koyup. Ve burada əlavə şeylər pozuruz. Və yenə baxın uşaqlar, buradan əgər mənim kölgəm buradandırsa, işığım buradandırsa, inşallah buradan işıqdırsa, işıq buradan gəlirsə və yanından bu formada ştrix aparmanızı istəyirəm. Və atdığım neytralla o həmin xəttlər üst-üstə düşməlidir uşaqlar. Yəni biri o yana getsin, biri bu yana getsin, ağlam dəyəcək bir-birini, lazım deyil. Bax, bu formada apardım.
Və bu elastikliyi hiss elətdirmək üçün birinci də baxın bu qıraqda yaranan xəttləri nə edirik? Silirik. Sildikdən sonra refleksi yaratmaq üçün, refleks nədir? Əgər bu iki dənə tündün arasına gedən bir zolaqlı bir xətt fikir vermirsinizsə, gözünüzü qıyaraq baxdıqda onu görəcəksiniz. Bax, indi o formanı tutmaq üçün belə xəttlər atıram. Sonra pozan da fərq başlı pozan deyil. Buradan qırağından o refleksi atıram. Sonra bunu biraz yayıram. Çünki refleks ağıtda olmamalı uşağı. Bu hissədən də əgər fəza fiquruna bir şey, cisim, işıq təsir eləyirsə, pozan dediyimiz ki, nə olmalıdır bizim üçün? Həm də karandaş rolunu oynamalıdır. Siz gördünüz uşağı, yəni bu da qədər sadə formada iştiqlaya bilərsiniz. Yəni bəsit formada budur. Bunu da belə. Əgər bunu daha da tündləşdirmək, ön plana çəkmək istəyirsinizsə, artıq kölgədən istifadə edəcəksiniz. Yəni bir kürənin kölgəsi nə ola bilər? Kürə forması da ola bilər də. Elədir. Burada artıq kürəni ön plana çəkmək üçün kölgə atırsınız. Şu kölgəmiz daha ön plandadır. Artıq yarım kölgələr, kölgə yaratdıq. Şu bu qədər uşaqlar, digər videolarda görüşənədək hələlik.